Hacmazan kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən Sir M Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb. Qaynar infonun məlumatına görə şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 manata çatıb. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur. Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin apardığı nəzarət tədbirləri zamanı Sir M tərəfindən Viləsçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləsçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən ərazidən gündəlik olaraq 100-ə yaxın yük maşını qədər torpaq və daş daşınır. Onu da bildirək ki, Masallı rayonunda yerləşən Village Palace Hotelin də Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında Village Palace Hotelin qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib. 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Village Palace Hotel MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi Village Palace Hotel MMC-nin rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir.